Deməli Sənan, Bəli. bu bəzi narkotik istifadəçiləri var ki, elə bilirlər ki, yəni narkotik istifadə edəndə ancaq özlərinə ziyan vururlar da, yəni və yaxud da deyirlər ki, işləyirəm 5 manat, 10 manat qazanır və öz pulumu xərcləyirəm də, yəni ailəyə ziyan vurmuram, ətrafa ziyan vurmuram. Bu haqqda nə deyərsən? Bu haqda ilk öncədən hamını salamlayıram. Bu haqda bunu demək istəyirəm ki, məndə də belə bir şeylər vardı. Vaxt var idi ki, mən də elə başa düşürdüm ki, narkotik istifadə eləməklə ancaq özümə ziyan vururam, özüm işləyirəm, özüm həmin pulu qazanıram, narkotika verə bilərəm. Yəni ki, mən özümü doğru dildə saxlaya bilirəm. Bu şeyləri fikirləşirəm. Amma əslində elə deyil. Bir müddətdən sonra həmin o bir müddət var. O bir müddətdən sonra başlayırsan narkotik istifadə eləyə öz canından əlavə, birinci ilk öncə də başlasan ailə sferasından, öz ailən olsun, ya valideynlərin olsun, birinci başlasan onlara ziyan vurmağa. Necə ziyanlara vurursan? Yəni ziyan təkcə o deyil də, misal üçün ki, maddiyyat cəhətdən evdən sənə pul verirlər, aparıb narkotika verəsən, ya nə bilim, evdə nəsə bir şey, əşya götürsən, aparıb satırsan, o da o qədər valideynə yer eləmir. Ən çox onlara yer eləyən bir şey, məsəl üçün, mənim valideynlərimə mənəviyyat idi. Mən elə bir vəziyyətə gətirib çıxartmışdım ki, mənim nə atam, nə anam, yəni harasa bir yas yeri olsun, toy olsun, qohum-əqraba olsun, həmin məclisə getmirdilər. Niyə getmirdilər? Ona görə getmirdilər ki, mənim valideynlərim mənim hərəkətlərimdən, elədiyim şeydən utanırdılar. Sual verəndə ki, niyə getmirsən? Mənim öz valideynlərim deyirdi ki, biz harasa gedəndə bir dənə bizdən soruşmaqları ki, sənin necədir sözü, biz bilirdik ki, onlar bizə nəyi eşitdirmək istəyir. Qaldı ki, məsəl üçün, ailəli olan, məsələn, məndə də olub, ailəli olmuşam. Bir müddətdən sonra mənim öz ailəmdə də pul cəhətdən heç bir problem yox idi. Belə deyim də, ailəmə nə lazım idi, eləyə bilirdim. Ancaq mənəvi cəhətdən çox incidirdim. Yəni, mənə belə qəbul eləyə bilmirdilər. Mənim də bir dənə şüarım var idi evin içində. Hamıya deyirdim ki, ya mənə belə qəbul eləyin, ya da ki, ya mənə oğulluqdan çıxardın, hər biriniz məndən əl çəkin, mən təzədən yenə öz istifadəmə qayıdım, öz işimlə məşğul olum. Yəni, belə şeylər fikirləşirdim. Çox sağ ol Sənan. Siz də sağ olun.